Kime kömək eləmək lazımdır? Yok. Kimdir onlar? Bizim komşumuz. Deyir ki, bizim qonşumuza da deyir kömək elə. Birinci deyir bizim qonşumuza kömək elə. Rasim, onlara niyə kömək edeyim ki? Hiç kimi. Heç kimlər yoxdur. Onu gidip taşlarla gidiyorum. Sən gedəvə mən eləyəcəm. Gəl. Sən gedəvə mən eləyəcəm. Nəzakət bibi nə istəsə gərək verəsiz sabah. Bibi nə öyrən istəyirdi? Görün, bax. Buradan baxırlar, izləyicilərimiz var. Yaxşı insanlardır, kömək eləmək istəyən insanlardır. Valla kimin nəyə gücü çatır? Yəni bu xəstə uşaqdır. Bu ən çox yemək, siqaret, məsələn, bax qazlı su, işıq qılıyı verə bilmirik kömək. Bax, mən Hövsan kəndinə durdum, gəldim. Hövsandayam hal-hazırda. Rasimlə anasının bax nə qulluğu, nə desələr hazıram. Sizlərə arxa bilib gedirəm də, sizləri qardaş bilirəm, sizləri özümə yaxın bilirəm. Belə insanların qapısını döyürəm. Bu bibimizlə Rasim üçün heç nə lazım deyil. Hər ay bir ərzaq pulu göndərin, hər ay bir ərzaqlarını 40 il baxıb ona. Heç nə lazım deyil, bir 40 gündə siz baxın da. Necə yaşayırsınız, necə dolansınız? Rasim sizincidir yoxsa necə? Rasim xəstə uşaqdır. Yəni sevincidir ki, yemək olmayanda biraz narahat olur. Bunu da ayaqlarına gözüm yiyor. Hələ bir şey gedir, yemək olmayanda sırpılır yerə, siqaret olmayanda. Anadan gəlmə belədir. Anadan gəlmədi, deyir yerə. Ancaq vəziyyətimiz pisdir, məsələn, dolanışığımız yoxdur, mən də işləmirəm. O da işləmir, bilmir, məsələn, gedir, deyir yerə işlə. Yəni, heç sapsında göz davlennisi var, bir də boş davlennisi. Ona görə də işə getdi, deyir yerə, gəlir, əsir. Bunu da ayaqları tutulub yazır. Uza dönür, mənim də işləmək, əlim, ayağım indi. Amma sizin sözünüzə baxır, incitmirsiniz. Öyle də, baxır deyəndə uşağım ki, nervlənir də. Başa düşdüm. Nervlənir, yemək olmayanda, siqaret olmayanda. Sizə yemək almışam, amma siqaret bilmədim çəkdiyin. Hə, çəkir. Şey eləyərəm, pul verərəm, alarsınız, pul verərəm, alarsınız. İndi xəstəni başa düşmək olar da, çəkir də. Allah var. Günə neçə paska çəkirsən? 2 paska çəkirsən. Rəisəniz. Görüşüm səndən. Sağ ol.